Salam, hər vaxtınız xeyir olsun, əziz və dəyərli izləyicilərim. Xoş gördük hər birinizi. Yeni videomuzda bugün sizinlə 2014-cü il 1-ci qrup sınaq 1-in A variantına baxırıq. Başlayaq sualların izahına. 76-cı sualdan başlayırıq. Bizə düsturu verib, düstur hansı fiziki kəmiyyətə uyğundur soruşur. Biz bilirik ki, maksimal qiymətlərlə olan ifadə bizə tam enerjinin qiymətini verir. İstəyir sarğaca aid olsun, istəyir kondensatora. Əgər maksimal qiymətlərləndirsə düstur, bu tam enerjinin qiymətidir. Çıxılsın, fi bölü 2 isə sarğacın enerjisidir. Tam enerjidən sarğacın enerjisini çıxanda, təbii ki, kondensatorun enerjisinin ani qiymətinə uyğun olacaq, yəni B variantı. 77. Gərginliklər arasında hansı münasibət doğrudur? Baxırıq ki, bu kondensatorlar ardıcıl qoşulub. Ardıcıl qoşulmuş kondensatorlarda Q, yəni yükün miqdarı eynidir. Yəni birinci kondensatordakı yükün miqdarı ilə ikinci kondensatordakı yükün miqdarı eynidir. Onda S ilə U tərs asılıdır. Çünki Q bərabərdir. S vurulsun, odur düzdür. İndi yazırıq ki, S1-in S2-yə bərabərdir, U2-nin U1-ə, S1 4S'dir, S2 S'dir, U2 bölünsün U1, S'lər ixtisar gedəndə U2 bərabərdir, 4U1 alınır, yəni A variantı olacaq. 78. Hansı ifadə doğrudur? Dövrədə yalnız kondensator olan halda cərəyan şiddətinin rəqsləri. Deməli, yadımıza salaq, dəyişən elektrik dövrəsində əgər dövrədə yalnız kondensator var idisə, cərəyan şiddəti rəqsləri gərginlik rəqslərindən qarşıda olurdu. Yəni, biz gərginliyin ifadəsindən törəmə alanda cərəyan şiddətinin ifadəsini tapırdıq və ona uyğun da qrafiklərin qururduq. Yəni, gərginlik arxada qalırdı, cərəyan şiddəti isə öndə olurdu və pi bölü 2 qədər öndə olurdu. Ona görə də deyirik ki, gərginlik rəqsləri fazaca pi bölü 2 qədər qabaqlayır gərginlik rəqslərini. Yəni, qrafik olaraq da göstərsək, U-nun T-dən asılılığı bu şəkildədirsə, I-nin T-dən asılılığı buradan olacaq, daha qabaqdan pi bölü 2 qədər gərginliyi qabaqlayır. Ona görə doğru cavab B variantı olacaq. 79. Sarğacdakı cərəyan şiddətini 3 dəfə artırdıqda, I-ni 3 dəfə artıranda L sabitdir bizə verib. Enerji necə dəyişər? Enerjinin düsturu L kvadrat bölü 2 olduğuna görə I-nin 3 dəfə artmağı enerjini 9 dəfə artırar. Çünki I ilə necə asılıdır? Kvadratı ilə düz asılıdır. Ona görə doğru cavab olur D variantı. 80. F1 və F2 qüvvələrinin əvəzləyicisinin modulunu hesablayın. Baxaq, F1 qüvvəsinin və F2-nin hər ikisinin X-Y proyeksiyalarına baxaq. Biz bilirik ki, əvəzləyici qüvvə, əgər qüvvələr 90 dərəcə bucaq altında yönələrsə, bu zaman əvəzləyici qüvvə necə tapılar? Kök altında kvadratlar cəmi kimi. İndi biz həm F-in X proyeksiyasını, həm F-in Y proyeksiyasını tapaq və sonda da bu düsturla həll edək. İndi gəlin baxaq, F1-in Y proyeksiyası, proyeksiyanı necə tapırdıq? Sonundan başlanğıcına doğru çıxırdıq da, yəni son qiymətdən başlanğıc qiyməti. Y oxuna bunu yatızdırsaq, belə deyək, bu şəkildə olacaq. Yəni, 3-dən 2-ni çıxarıq, Y oxuna proyeksiyası 1 bölgüdür, 1 newtondur. F1-in Y-i, F1Y bərabərdir 1 newton. F2-yə də baxsaq, sonu buradadır deyə, buradan bura kimi olacaq. F2 bərabərdir F2-in Y-i. 1-dən 2-ni çıxacaq, mənfi 1 newton olacaq. Yəni, oxun əksinə olduğuna görə. İndi Y oxu üzrə ümumi əvəzləyiciyə baxsaq, yəni bu F-Y-ə baxsaq, F-Y bərabərdir. Qüvvələr əks istiqamətdə olanda əvəzləyici necə tapılırdı? Çıxırdıq onları. Əslində, bu mənfi elə həmin çıxmadır. Yəni, əks istiqamətdə olduğunu göstərir. Bir vahid yuxarı, bir vahid aşağı, yekunda Y oxu boyunca buna qüvvə təsir eləmir. İndi gedirik X oxu boyunca olan qüvvələrə. X oxu boyunca
F2-nin və F1-in hər ikisinin başlanğıcı 1-dədir, sonu isə hər ikisinin 4-dədir. Onda F1 üçün çəksək, F1x bərabərdir 3 vahid. 4-dən 1-in çıxırıq. F2 üçün də çəksək, baxın, həmin şeydir. F2x da bərabərdir 3 vahid. 4-dən 1-in çıxsa. Və bu qüvvələr hər ikisi eyni istiqamətdə olduğuna görə Fx bərabərdir F1x üstəgəl F2x bərabərdir 6. İndi gətirib burada yerinə qoysaq, F-y-imiz 0-dır. Ona görə F əvəzləyici Fx-in moduluna bərabərdir. Bu da 6 olduğuna görə cavab olacaq 6 Newton C variantı. 81. Cisim A nöqtəsindən sərbəst düşür. Cismin yerə dəyən andakı kinetik enerjisi Y olduqda B nöqtəsindəki kinetik enerjisi nədir? Əgər cismin yerə dəyən anda, yəni C-dəki kinetik enerjisi Y-dirsə, biz bilirik ki, C yerə dəyən anda bunun potensial enerjisi C nöqtəsində 0-a bərabərdir. O zaman tam enerji elə həmin o kinetik enerjinin qiymətinə bərabərdir, yəni Y-yə. B nöqtəsində soruşur bizdən. A nöqtəsindən də sərbəst düşür. A nöqtəsində olanda bu cismin yalnız potensial enerjisi var. Kinetiki 0-dır. Çünki sərbəst düşür də, başlanğıc sürət 0-dır axı. C nöqtəsində olanda isə bunun ancaq kinetik enerjisi var. Yerdədir deyə potensialı 0-dır. B nöqtəsində isə həm potensial enerjisi var, həm də kinetik enerjisi var. Deməli, A nöqtəsindəki potensial enerji, bir dənə potensial enerjisi var deyə bu Y tamdır. Həm də C nöqtəsindəki kinetik enerjisi Y tamdır. Onda biz deyə bilərikmi ki, A-dakı potensialla C-dəki kinetik də bir-birinə bərabərdir. Çünki hər ikisi tam enerjinin qiymətidir. Onda biz A-dakı potensial enerjiyə nə yazarıq? A-nın yerdən hündürlüyünə baxın. Bura H-dır, burada 2H-dır. Yekunda neçə oldu? 3H. Yəni, bizim böyük H-ımız 3H-dır. İndi enerjinin saxlanma qanununu yazsaq, Y tam bərabərdir, Y kinetik üstəgəl, Y potensial. Tam enerji hər yerdə eynidir. İstəyir B-də, istəyir A-da, istəyir C-də. Qiyməti eynidir. Tam enerji üçün mg böyük H bərabərdir. B nöqtəsindəki kinetik enerjini soruşur bizdən. İndi mən buranı silim. Bu B nöqtəsi üçün yazıram mən buranı. B-nin Y kinetiki ilə Y potensialını cəmləyərik. B nöqtəsindəki potensial enerji nəyə bərabərdir? Cisim yerdən nə qədər hündürlükdədir? 2H hündürlüyündə. Onda yazarıq ki, mg böyük H-ın yerinə nə yazaram? 3H bərabərdir. Y kinetik üstəgəl, Y potensial bu nöqtədə nədir? mg 2H. Yəni 3 mgh buradadır, 2 mgh burada. Onda kinetik enerjiyə nə qalar? 1 mgh qalar da. Çünki 3 mgh-dan 2 mgh-ı çıxsaq, Y kinetik bərabərdir 1 mgh-a. İndi bizdə tam enerjini Y ilə ifadə edib. Yəni, bizdə 3 mgh Y-dirsə, bəs 1 mgh nədir? 1 mgh sual. Təbii ki, bu tərəf 3 dəfə kiçikdir deyə, burada da 3 dəfə kiçik olub, Y bölünsün 3 olacaq. Doğru cavab olacaq A variantı 81-də. 82. Bircins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar yerləşmiş naqildəki cəryan şiddətini 3 dəfə azaltdıqda, cəryan şiddətini 3 dəfə azaltmaq odur ki, son qiymət əvvəlki qiymətdən 3 dəfə kiçikdir və yaxud əvvəlki qiymət son qiymətdən 3 dəfə böyükdür. Belə yazmaq daha yaxşıdır ki, kəsir kimi sizi incitmir. Amper qüvvəsi 20 Newton azaldı. F amperin ikinci qiyməti onun birinci qiymətindən 20 vahid kiçikdir. Naqilə təsir edən amper qüvvəsinin ilk qiymətini hesablayın. Biz bilirik ki, amper qüvvəsinin düsturu IBL sinus alfadır və perpendikulyar olduğuna görə sinus 90-dır, 1 verir. Ona görə IBL yazsaq kifayətdir. Bircins sahədir deyə B-si eynidir, L-i də dəyişməyib, yəni naqilin uzunluğunu dəyişməyib, sadəcə cəryan şiddətini dəyişib. Biz də düsturdan görürük ki, amper qüvvəsi cəryan şiddəti ilə düz asılıdır. Yəni, cəryan şiddəti 3 dəfə azalıbsa, əslində amper qüvvəsi də 3 dəfə azalıb. F1 bərabər 3F2 yaza bilərik biz.
Burada da F2-nin yerinə bax bu ifadəni qoya bilərik. Gəlin lap belə eləyək. Buradan, bu düsturdan F1-i tapaq. F1 bərabərdir F2 üstəgəl 20. İndi bu F1 ilə bu F1-i bərabərləşdirək. Yəni F2 üstəgəl 20 bərabərdir 3F2. 2F2 bərabərdir 20. F2 bərabərdir 10. Bizdən amperin ilk qiymətini istəyir. Biz F1-i tapmalıyıq. F1 bərabərdir 10 plus 20 bərabərdir 30. Baba bu düsturdan. F2-nin yerinə 10 qoysaq cavab olur 30. Yəni C variantı. 83. İfadələrdən hansı doğru deyil? Heger sayğacının iş prinsipi zərbə ilə iyonlaşma hadisəsinə əsaslanır. Doğrudur. Qabarcıqlı kameranın iş prinsipi ifrat qızmış mayedə buxar qabarcıqlarının yaranmasına əsaslanır. Doğrudur. Wilson kamerasının iş prinsipi fotoeffekt hadisəsinə əsaslanır. Yanlışdır. Çünki Wilson kamerasının iş prinsipi ifrat doyan buxarın iyonlar üzərində kondensasiya etməsi nəticəsində maye damcılarından ibarət izin əmələ gəlməsinə əsaslanır. Ona görə 3 yanlışdır. Fotoelementin iş prinsipi işığın sınma hadisəsinə əsaslanır. Bu da yanlışdır. Cavab olacaq 3 ilə 4. Çünki fotoelementin iş prinsipi fotoeffektə əsaslanır. İşığın sınma hadisəsinə əsaslanmır. Cavab oldu Y. 84. Yüklü zərrəcik bir cins elektrik sahəsinə daxil olur. Və intensivlik xətləri istiqamətində hərəkət edərək tormozlanır. Tormoz yolunun zərrəciyin kinetik enerjisinin başlanğıc qiymətindən asılılığı. Tormoz yolunun düsturu bilirik ki, V0 kvadrat bölünsün 2A-dır. Hər tərəfi M-ə vursaq, MV0 kvadrat bölünsün 2MA. MA-nı qüvvə kimi göstərsək, MV kvadrat bölgündə Y kinetik 0 bölünsün F. Y kinetikin başlanğıc qiyməti ilə göründüyü kimi düz mütənasib asılıdır. Doğru cavab D. 85. Deməli, bizə qurğuşunun istilik miqdarının, temperaturunun asılılıq qrafiki verilib, əriməsinə sərf olunan istilik miqdarı. Biz dərsdə də demişik ki, aqreqat hal dəyişən zaman temperatur dəyişmir. Ərimə nədir? Aqreqat halın dəyişməsi. Yəni, maddə bərk haldan, qurğuşun bilirik bərk halda daxı, bərk haldan maye halına keçir və bu zaman əriyir. Əriyib qutarana qədər o müəyyən bir temperaturda qalır. Temperatur dəyişmir. Burada temperaturun sabit qaldığı hissə, bax bu aralıqdır. Yəni ki, istilik miqdarı neçədən neçəyə qalxıb? 220-dən 380-ə. Onda deyirik ki, əriməsinə sərf olunan istilik miqdarı 380-dən 220-ni çıxsaq, olacaq 160 kilojoul'dan. Ona görə C variantı olur. 86. O nöqtəsindən keçən ox ətrafında fırlanan disk üzərindəki A və B nöqtələri üçün hansı münasibət doğrudur? Deməli, bu mərkəzindən keçən ox ətrafında fırlanan diskin hərəkətidir. Burada nə demişik? Omega və balaları sabitdir. Omega balaları nə idi? Omega, T, tezlik, N. İndi baxıram, burada hansı var? 2 var. Təcillə sürət nədən asılı idi? Radiusdan düz mütənasib asılı. Niyə? Çünki V bərabər omega R düsturu, A bərabər omega kvadrat R. Hər ikisində omega sabitdir, R ilə düz mütənasib asılıdır. A nöqtəsinin radiusu B-dən böyük olduğuna görə, fikir verin, B-nin radiusu bu boydadır, A-nın radiusu isə bu boydadır. RA böyük RB olduğuna görə AA böyük AB doğrudur və isə səhvdir. Olacaq cavab 1 ilə 2 Y variantı. 87. Verilmiş materialdan hazırlanmış naqilin müqavimətinin uzunluğundan asıllıq qrafiki. R-in asılı olduğu kəmiyyətlər L və S, bir də ki temperaturdur. L-dən də göründüyü kimi düz asılıdır. Naqilin uzunluğu nə qədər çox olarsa, müqavimət də o qədər çox olacaq. 88. İnduksiya xətlərinə perpendikulyar istiqamətdə bir cins maqnit sahəsinə eyni sürətlə daxil olan zərrəciyə təsir edən Lorentz qüvvəsi hansının ən böyük olar? F Lorentz bərabərdir QVB. Hamısı perpendikulyar daxil olur. Eyni sürətlə bir cins sahəyə daxil olur. Demək, B-ləri eyni, V-ləri eyni. F Lorentzin böyüyü Q-nun böyüyü deməkdir.
Hansının yükü daha böyük? Təbii ki, alfa zərrəciyi. Niyə? Çünki alfa zərrəciyi helium 2-4 atomudur və yük ədədi 2-yə bərabərdir. Digərlərində isə 1-ə və yaxud da 0-a bərabərdir. Ona görə doğru cavab 88-də D olacaq. 89. Hansı qrafik fotoeffekt zamanı fotoelektronların maksimal sürətinin verilmiş metal üzərinə düşən işığın intensivliyindən asıllığını ifadə edir? İşığın tezliyi sabitdir. İşığın tezliyi əgər sabitdirsə, burada başqa hansı kəmiyyət sabit olur? Əgər işığın tezliyi sabitdirsə, demək ki, fotonun enerjisi sabitdir və fotoeffektin ikinci qanununda biz demişik ki, fotoelektronların maksimal kinetik enerjisi və impulsu, həmçinin sürəti intensivlikdən asılı deyil, düşən işığın tezliyi ilə asılıdır. İşığın da tezliyi sabit olduğuna görə sürət də sabit olacaq, impuls soruşsa o da sabit olacaq və maksimal kinetik enerji soruşsa o da hər üçü sabit olacaq. Ona görə burada doğru cavab B olur. 90. Üfüqi müstəvi üzərində hərəkət edən cismə onun sürəti istiqamətində yönəlmiş sabit dartı qüvvəsi təsir edir. Dartı qüvvəsi sürtünmə qüvvəsindən böyük olarsa necə hərəkət olar? Təbii ki, bərabər yeyinləşən hərəkət olacaq. Bu dərs izahında var, nəzəri sualdır. Doğru cavab D. 91. AB hissəsindəki hərəkət tarazlıqdan kənara doğru getdikcə tarazlıq vəziyyətindən kənar vəziyyətə sürət azalır deyə yavaşlayan hərəkət olacaq. Təcil artır deyə artan təcillə yavaşlayan. Bu da nəzəri sualdır. 92. Toplayıcı linzanın fokus məsafəsini 2 dəfə azaltdıqda optik qüvvəsi necə dəyişir? Optik qüvvə D bərabərdir 1 bölünsün F-dir. Göründüyü kimi tərs mütənasib asılıdır da fokus 2 dəfə azalanda təbii ki, bu da 2 dəfə artacaq. Doğru cavab C. 93. Silindrik formalı qabda poşenin altında bir atomlu ideal qaz vardır. Qazın izobar genişlənməsi zamanı, yəni P sabitdir, V artır. Gördüyü iş hansı cihazların köməyi ilə təyin edilə bilər? Burada deməli görülən iş A bərabərdir, P delta V ola bilər. Əgər P sabitdirsə, bizə həm P-ni, həm də V-ni ölçmək lazımdır da. Ona görə həm metal manometr təzyiqi ölçür, həm də xəttkeşlə həcmi ölçə bilərik. Ona görə 2-3 cavabını axtarırıq. 2-3 cavabı varsa, bəli var, Y variantı. Başqa heç nəyə baxmağa ehtiyac yoxdur. 94. Yəqin ki, görüb gördüyünüz ən çətin suallardan biridir. Newton hansı fiziki kəmiyyətin vahididir? Qüvvə olmalıdır da, düzdürmü? Qüvvə də burada çəkidir, yəni C variantı olacaq. 95. Qrafik verilmiş kütləli ideal qaz üzərindəki hansı prosesə uyğundur? Baxırıq ki, A-dan B-yə ox ümid edirik ki, belədir. A-dan B-yə getdikcə V oxu ilə eyni istiqamətdədir deyə bunun V-si artır, amma T sabitdir, çünki T-yə perpendikulyardır AB prosesi. T sabit V artır, izotermik genişlənmə. Doğru cavab Y variantı. 96. Düz xətli hərəkət edən cismin sürət proyeksiyasının zamandan asılılığı verilib, hansı ifadə doğrudur? Getdiyi yol yerdəyişmə moduluna bərabərdir. Gedilən yol yerdəyişmə moduluna o vaxt bərabər olar ki, cisim bir istiqamətdə düz xətt boyunca hərəkət edər və istiqamətin dəyişməz. İstiqamət dəyişirsə, yerdəyişmə kiçik olacaq, yol isə böyük olacaq. Və düz xətli bərabər sürətli hərəkət etsə, gedilən yolla yerdəyişmə bərabər olur. Qalan bütün hallarda yol yerdəyişmədən böyük olacaq. Ona görə bir səhvdir. Yol yerdəyişmə modulundan böyükdür. Bəli, böyükdür. Çünki yol tapanda bu fiqur sahələrin hamısını toplayırıq. Yerdəyişmədə isə aşağına çıxırıq mənfi tərəfdə olduğuna görə. Ona görə yerdəyişmə kiçilir. Cisim hərəkət istiqamətini neçə dəfə dəyişib? VT qrafikində cisim T oxunu kəsib keçdiyi dəfə. Baxın, T oxun bir dəfə burada kəsib keçib, bir dəfə də burada kəsib keçib. Kəsib keçmək nə deməkdir? Məsələn, gəlib qrafikin axırı burada dayansa, buranı götürməməlisiniz. Çünki kəsib keçməyib də, gəlib orada dayanıbdır. Buradan aşağı hərəkət eləməyib. Baxı, deyək ki, əvvəlcə burada ox istiqaməti idi, indi ox əksidir. O axır hissəni elə olanda götürmürük. Kəsir, keçir o tərəfə, onu da götürürük. Burada cəmi 2 dəfə yerində istiqamətini dəyişib. Ona görə doğru cavab olur 2 ilə 3.
98. Vakuumda və dielektrik nüfuzluğu Y bərabər 16 olan mühit daxilində iki nöqtə yük arasında qarşılıqlı təsir qüvvələri eynidir. Yüklər arasındakı məsafənin nisbətini hesablayın. Deməli, F0-dan F eynidir, qarşılıqlı təsir qüvvələri. Yazırıq ki, K vurulsun, Q1 vurulsun, Q2, yüklər də eynidir də. Bölünsün R kvadrat bərabərdir K, Q1, Q2. Mühitdə nə olur? Epsilon R kvadrat. Surətlər ixtisar gedəndən sonra nə qalır bizim əlimizdə? Vakuumdakı 1-dir, R1, vakuumda R2, mühitdə R2. Əlimizdə qalır ki, R1 kvadrat bərabərdir epsilon R2 kvadrat. Onda R1 bölünsün R2-nin kvadratı epsilondursa, bizə lazımdır bunun özü. Bunun özü də kök altında epsilondur. Epsilonumuzu da 16 verdiyinə görə cavabımız olacaq 4. 99. Müqaviməti səthinə düşən uyğunluqda, müqaviməti səthinə düşən şüalanmanın intensivliyindən asılıdır. Deməli, baxaq cavablarımıza. Fotorezistor. Fotorezistorda intensivlik artdıqca müqavimət azalırdı. Yəni, ondan asılıdır. 1-ə C. 2, 3. İş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. Termoelektron emissiya hadisəsinə əsaslanan vakuum diodudur və elektron şüa borsudur. Bunlar hamısı nəzəri suallardır. Bunları nəzəriyyədə öyrənmək lazımdır. Nə qaldı? PN keçdi. PN keçdi yarım keçirici cihazlardır. Təbii ki, A ilə D olacaq. 1-ə C, 2-yə B-yi, 3-ə isə A, D. 100. Və sonuncu sual. Uyğunluğu müəyyən edin. M konturunda saat əqrəbinin hərəkətinin istiqamətində induksiya cəryanı yaranır, əksinə yaranır və yaranmır. Aha, gəlin biz açarı bağlayaq, görək nə baş verir. Bax, açarı bağlayanda, açar açıq olanda dövrədə əsas cərəyan yoxdur. Açarı bağlayanda artıq müsbətdən mənfiyə doğru cərəyan yaranmağa başlayır. Bu əsas cərəyandır. Və Lens qaydasına görə əsas cərəyan artırdısa, dövrədə əks istiqamətdə induksiya cərəyanı yaranırdı və onu azaltmağa çalışırdı. Əsas cərəyan baxın, saat əqrəbi istiqamətindədirsə, onda burada induksiya cərəyanı saat əqrəbinin əksinə olacaq. Açar qapananda saat əqrəbinin əksinə. Onda 2-yə 1, 2, 3. Saatın əksinə oldu açar qapananda A. Deməli, 2-yə A getdi. Deməli ki, açarı açsaq, indi qapalı açarı açsaq, dövrədəki əsas cərəyan azalacaq. Yəni, saat əqrəbi istiqamətindəki cərəyan azalır. Onda induksiya cərəyanı da saat əqrəbi istiqamətində yönəlir ki, o azalanı qoymasın azalmağa. Yəni, əsas cərəyan nə edirsə, bu əksinə çıxır da, ancaq əksin edir. Artırsa artmağa qoymur, azalırsa azalmağa qoymur. Onda bu halda açar açılanda saat əqrəbi istiqamətində yaranacaq. Açarı açanda saat əqrəbi istiqamətində 1-ə gedir B. Baxın, hərəkət istiqamətində açarı açanda. Sonra baxaq görək. Dövrədə cərəyan sabit cərəyan axdıqda induksiya cərəyanı yaranmaz 3-ə də Y. Qaldı C ilə D variantı. Açar bağlıdır. Baxın, indi açar bağlıdır. Reostatın sürgü qolunu hara çəkir? Sağa. Reostatın sürgü qolunu sağa çəkəndə əvvəlcə cərəyan belə gəlir axı. Əvvəlcə cərəyan bu boyda yerdən keçirdi. İndi bu boyda yerdən keçir. Cərəyanın yolu azaldı. Cərəyanın yolu azalırsa müqavimət azalır. Müqavimət azalırsa əsas cərəyan artır. Əsas cərəyan artırdısa induksiya cərəyanı əksinə yönələcək ki, onu azaltsın. Ona görə 2-yə uyğun olacaq sağa çəkmək. Onda təbii ki, sola çəkəndə də 1-ə uyğun olacaq da. Çünki sola çəksək biz cərəyanın yolu çoxalır, müqavimət çoxalır, cərəyan azalır. Cərəyan azalanda induksiya cərəyanı onu azalmağa qoymur. Ona görə özü ilə eyni istiqamətdə yönəlir və burada da 1-ə uyğun olacaq BD, 2-yə AC, 3-ə də Y. Beləcə bir sınağın daha sonuna gəldik. Ümid edirəm ki, sizin üçün hər şey aydındır.
aydın olmayan bir şey olarsa, yenə də əlaqə saxlayıb soruşa bilərsiniz. Bildiyimiz kimi imtahana da çox az müddət qaldığına görə maksimum faydalanın, yararlanın, bütün izahlara çalışın, baxın. Və qeyd edim ki, sınaq qrupumuz ikinci şans imtahanına qədər aktiv olacaq, yəni bu tədris ili üçün. Və sınaq qrupumuza qoşulmaq istəyirsinizsə, bu nömrə ilə əlaqə saxlaya bilərsiniz WhatsApp-dan. Qeyd edim ki, sınaq qrupuna artıq hər həftə 4 sınaq atılır və həftə sonunda onların bütün sualların video izahı. Siz də qoşulub yararlanmaq istəsəz, məmnuniyyətlə qəbul edərik. Kanalımıza abunə olmamış videodan çıxmayın. Sağ olun. Gələn videolarda görüşənə qədər.